Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Sual-cavab verilişində hər birinizi xoş gördük. Birinci sual bundan ibarətdir ki, salam, Allah sizdən razı olsun. Aleykəssalam, Allah sizdən də razı olsun. Mən Rəcəb ayını oruç tutdum, amma bir günü bilərəkdən pozmuşam. Onun qəzasını necə yerinə yetirim? Öncədən təşəkkür edirəm, xahiş edirəm mənim sualımı cavablandırın. Rəcəb ayında oruç tutmaq müstəhəbdir. Ümumiyyətlə Ramazan ayının orucu kimi vacib deyil. Sadəcə Rəcəb ayında mümkündür ki, siz qəza niyyətinə də oruç tutmuş olasınız. Çünki boynunda vacib qəza orucu olan şəxs müstəhəb orucu tuta bilməz. Və əgər siz müstəhəb oruc tutmusunuzsa ki, Rəcəbdə oruç tutmaq müstəhəbdir, müstəhəb niyyətinə oruç tutmusunuzsa, bəli, bu zaman pozmusunuzsa onun heç bir eybi yoxdur. Yəni, bir qəzası, kəffarəsi falanı yoxdur. Sadəcə müstəhəbdir, tutmusunuz, pozmusunuz, heç nəyi yoxdur. Amma yox, əgər Rəcəb ayında qəza niyyəti ilə oruç tutmusunuzsa ki, qəza orucu vacibdir, bunun iki halı var. Birinci halı budur ki, qəza niyyəti ilə tutulan orucu əgər günortaya qədər pozmusunuzsa, yenə heç bir şey yoxdur. Müstəhəb orucu fərqi yoxdur. Gün ərzində haçan olursa olsun poza bilərsiniz. Pozmusunuzsa da nə kəffarəsi var, nə qəzası var, heç nəyi yoxdur. Amma qəza orucu günortaya qədər pozulsa, yenə də müstəhəb orucu pozmaq kimi heç nəyi yoxdur. Amma günortadan sonra, zöhr azanından sonra pozmusunuzsa, 10 nəfər fəqirə təam vermək sizin boynunuza gəlir. Yəni 10 nəfər fəqirə hərəsinə minimum 750 qram deməli, buğda və yaxud da un, düyü, xurma, bu kimi qida məhsulları alıb verməlisiniz fəqirə. Bu sizin elə bir ki, qəza orucunu pozmağınızın kəffarəsidir. İkinci sual, salam hacı, aleykəssalam. Əgər bir şəxsin qazancı halal, lakin o pulu xərclədiyi yer haramdırsa, bunun hökmü nədir? O şəxsdən gələn payı, pul və ya ərzaqı qəbul etmək olar, Allah sizdən razı olsun. Bəli, heç bir eybi yoxdur. O adam ki, əsas odur ki, qazancı halaldır. Və əgər siz onun qazancının haram olmağına yəqininiz yoxdursa və onu o şəxsdən qəbul edə bilərsiniz. Ya pul şəklində, ya da hansısa bir ərzaq şəklində. Heç bir eybi yoxdur. Amma siz burada qeyd edirsiniz ki, bir adam halaldan qazanır, haramda xərcləyir. O haramda xərcləməyi sizə nəsə bir hədiyyə alırsa, sizə nəsə bir şey verirsə, onun ona aidiyyatı yoxdur. Sadəcə onun özünə günahı var. Halaldan qazanır, haramda aparır, xərcləyir. Bu haramda xərcləmək, bəli, elə bir günahdır və o günah da onun özü üçündür. Yenə də o pulla kiməsə nəsə alsa, halal sayılır. Növbəti bir sual, rəkətlərin sayını unutmamaq üçün möhürün yanına nəsə qoyub hər rəkətdə qalxanda birini götürsəm, namaza xələl gətirər, xeyr, xələl gətirməz. Bunun heç bir eybi yoxdur. Yəni, nişan üçün nəsə bir şey götürürsünüz və yaxud da səccadənin kənarın belə qatlayırsınız, bunun heç bir eybi yoxdur. Yəni, o və yaxud da möhürdür, möhürdə məsələn, hər rəkətdə bir dənə dəni oradan ayırırsınız, məsələn, onunla bilirsiniz ki, ikinci, üçüncü və yaxud da dördüncü rəkətdir. Bunun heç bir eybi yoxdur. Əsas oldu ki, siz namazı batil edən bir iş görməyəsiniz. Namazı batil edən işdə nədir? Qiblədən dönmək və yaxud da gülmək, dünya malı üçün ağlamaq, artıq danışmaq, belə. Bu şeylər namazı bilə-bilə artıq danışmaq, namazı batil eləyər. Növbəti bir sual, deməli, obyektin su sayğacı yoxdur. Arendiya götürən adam su idarəsinin işçilərinə ayda pul ödəyir. Əgər bu pulu su idarəsinin işçiləri rüşvət kimi alıb idarəyə verirlərsə, bizim də bundan xəbərimiz yoxdursa, bu su qəsbi sayılırmı? Xeyr, əsas odur ki, siz suyun pulunu verirsiniz. Həmin idarəyə və yaxud da o idarənin işçilərinə suyun pulunu verirsiniz. O isə indi onu aparıb ödəyir, ödəmir və yaxud da necə edirsə, onun məsələyə aidiyyatı yoxdur. Əsas odur ki, siz işlətdiyiniz suyun pulunu verirsiniz. Baxmayaraq sayğac yoxdur, abonent haqqı kimi siz müəyyən bir məbləği ona ödəyirsiniz. Bəli, əsas odur ki, siz su müqabilində nəsə bir şey verirsiniz. Bu elə kifayət edir. Salam hacı, aleykəssalam, məscidlərin az olduğu ölkədə yaşayan biri, məsələn Avropada,
səyahət zamanı namazını maşında və ya hər hansı bir oturacaqda oturaq vəziyyətdə qıla bilərmi? Bu şəkildə qılındıqda namazı evə qayıtdıqdan sonra təkrar qılmalıdırmı? Yetərli vaxt varsa namazı qılmaq üçün evə qayıtmağı gözləmək, yoxsa oturaq vəziyyətdə qılmaq daha üstün olar? Ümumiyyətlə, oturan halda namaz qılmaq bir halda insana icazə verilir ki, o ayaq üstə namaz qıla bilmir. Ya xəstəliyindən dolayı, ya başqa üzürlü səbəblərdən. Bəli, bunun heç bir eybi yoxdur və əgər həmin vəziyyətdə siz oturaq halda namaz qılmısınızsa, yenidən təzələməyin də eybi yoxdur. Sadəcə burada mən belə başa düşdüm ki, siz maşında bu cürdür ki, hərəkət halında siz namaz qıla bilməzsiniz. Namaz qılanın məkanının şərtlərindən də biri budur ki, hərəkətsiz olsun, sabit olsun. Amma siz namaz qəzaya gedərsə, əgər qılmasaz namaz qəzaya gedəcək, bəli, bu zaman maşında deyək ki, oturaq halda, indi oturaq da məcburiyyətdən olur, namaz qılmağın heç bir eybi yoxdur və sonradan onu vətənə qayıtdıqdan sonra və yaxud da sabit bir yer, hərəkətsiz yer tapıb evdə və yaxud da, məsəl üçün, hansısa bir yerdə normal halda namaz qılmağa da ehtiyac yoxdur. Çünki həmin vaxtı siz şəri hökmə əməl eləmişsiniz və şəri hökm də boynunuzdan götürülür. Amma vaxt varsa, genişdirsə, burada siz həmin vaxtda namaz qıla bilməzsiniz. Çünki vaxt genişdir. Məsələn, yarım saatdan, bir saatdan sonra mənzil başına çatıb, normal ayaq üstə, hərəkətsiz halda mən namaz qıla biləcəm. Bəli, bu cür də eləməlisiniz. Sadəcə oturaq halda və yaxud da hərəkətli halda o zaman namaz qıla bilərsiniz ki, görürsünüz ki, vaxt yoxdur. Yəni, mən qılmadım, namaz gedəcək qəzaya. Bu zaman, bəli, sizin boynunuza şəri vəzifə bu cür gəlir və ondan sonra da namazı yenidən təkrarlamağa heç bir ehtiyac yoxdur. Salam, qardaş, əleyhissalam, həddi tərəxxüs yaşadığın qəsəbənin çıxışından götürülür, yoxsa şəhərin çıxışından? Məsəl üçün, mən Əmircan qəsəbəsində yaşayıram, Əmircan qəsəbəsinin çıxışı götürülür, yoxsa Koroğlu metrosu? Əlbəttə ki, insanın yaşadığı qəsəbə, kənd, onun və yaxud da şəhərdə yaşayırsa şəhər, kənddə yaşayırsa kənd, qəsəbə. Onun axırıncı binası haradır? O axırıncı binasından, yəni sizin yaşadığınız evdən götürülmür, məhəllədən, küçədən götürülmür. Qəsəbənin axırıncı evi hansıdırsa ki, o evdən sonra da ev yoxdur. O evdən sonra yəni başqa bir şeylər gəlir və yaxud da başqa bir şəhər gəlir, başqa bir kənd gəlir ki, ondan sonra qutarır ev, oradan götürürsünüz. Yəni 22 kilometr yarım ki, bəzi alimlər 22 kilometr deyirlər, 22 yarım deyirlər. Yəni o şər'i məsafə ki var, o şər'i məsafə həmin o yerdən götürülür və o hesabı oradan hesablamağa başlayacaqsınız. Növbəti bir sual, sizə 2 sualım var. Mən kafedə qab yuyanam, hicablıyam, namaz qılıram, Quran oxuyuram, orada içkili qablar da olur. Bu işdə işləmək olar, iş tapa bilmirəm, kasıb adamam. Eybi yoxdur, yəni şərabla bağlı məsələ bu cürdür ki, siz şərab sata bilmərsiniz, şərab ala bilmərsiniz. O alqı-satqının həyata keçməsində hansısa bir rol ifa edə bilməzsiniz və yaxud da şərab içilən yerdə iştirak edə bilməzsiniz, şərab içilən məclisdə, süfrədə otura bilməzsiniz. Amma siz məsələn bir mətbəxdə və yaxud da məsələn bir ayrıca bir yerdə ki, ora şərab süfrəsi yox, şərab məclisi yox, sadəcə qab şərabla tutaq ki, nəcüs olub, onu yumaq lazımdır. Sırf yəni onu yumağın heç bir eybi yoxdur. Yuya da bilərsiniz və orada həmin yerdə işləyə də bilərsiniz. Çünki dediyim kimi, içki məclisində, içki süfrəsində oturmaq, iştirak eləmək olmaz. İçkini satmaq olmaz və yaxud da dediyim kimi alqı-satqısında hansısa bir vasitəçi rolunu oynamaq da olmaz. Amma sizin bu işinizdə bu saydığım məqamların heç biri yoxdur. Sadəcə indi burada içkili qabı yumağın hökmü ola bilər ki, mövzu olsun. Bəli, onun da heç bir eybi yoxdur. Yuya bilərsiniz. O da bir paçlıqdır. İkinci sualım isə iş yerində su sayğacı yoxdur. Suyu hətta şlanq qoşub götürürlər. Bu su qəsbi su sayılır. Soruşuram, deyirlər, su pulu yığana pul veririk.
Bəlkə bu pulu, su pulu yığan rüşvət kimi alır? Bu sualın cavabını bayaq verdim. İndi ola bilər başqa bir formada, başqa bir yoldaş bu sualı verib. Əsas odur ki, siz orada su pulu verirsiniz. Bir var ki, ümumiyyətlə su pulu vermirsiniz. Bu başqa. Amma siz orada sayğac yoxdur. Sırf sayğacın olub-olmamasının məsələyə aidiyyatı yoxdur. Əsas məsələ sizin pul verməyinizdir. İndi sayğac olanda siz orada nə yazılırsa onu ödeyirsiniz. Sayğac olmayanda abonent haqqı kimi siz müəyyən bir məbləğ ödeyirsiniz idarəyə və yaxud da o su işinə baxan rəsmi məsul şəxsə. Əsas odur siz verirsiniz və bunun da heç bir eybi yoxdur. O sudan da istifadə eləyə bilərsiniz. Bura qədər və əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.